Mənim bu aləmdə nişanələrim var, ilahi nişanələr var. O nişanələrdən bir də ibarətdir bundan ki, Allah Teala buyurur, insan cinsindən ailə qərar verdim. Və bu ailə insan üçün rahatçılığa səbəbdir. Və cəalə beynəkum məvəddətən və rəhmə, və sizin aranızda məvəddət və rəhmət qərar verdim. Yəni bu ailə arasında Allah Teala buyurur, mən iki şey qərar verdim, məvəddət və rəhmə. Məvəddət izah olunub deyilibdir bir neçə dəfə. Bunların fərqi bilirsiniz. Yenə icmali bir xatırladaq. Məvəddət qarşılıqlı hörmətdir. Yəni buna yaxşı baxır, o da buna yaxşı baxır. Mütəqabil hörmətdir. Amma əgər hörmətin qarşılığında bir şey görməsə, orada məvəddət qutarır. Orada ikinci qüvvədir ki, ikinci mərhəmətdir, ona Allah rəhmət deyir. Məvəddətən və rəhmə. Yəni ailə strukturasının dayanmasında, davamında təkcə məvəddət deyil, qarşılıqlı hörmət deyil. Bəlkə ondan artıq bir şey var, o da rəhmətdir. Rəhmət bir tərəfli xidmətdir. Allah Teala buyurur, mən rəhmətlə qərar vermişəm. Və Allah Teala alimlərin, əxlaq alimlərinin sözü ilə desək, deyir, bu ailə institutunda rəhməti meyar bilib. Əsas rəhmətdir, məvəddət yox. Çünki rəhmətdə bir tərəf əgər fərz olunur, sağlamlığını itirərsə, ikinci tərəf bütün həyatı boyunca ona minnət xidmət göstərir. Buna deyirlər rəhmət. Və bu heç də minnət deyil, yəni deyə bilməz bu tərəf ki, yox, bu artıq bir xidmətdir, artıq bir minnətdir, yox. Allah Teala buyurur ki, kişi və qadına ikisinin də vücudunda bu potensialı, bu qüvvəni mən qərar vermişəm ki, bu işi görə bilərsiniz. Fərz elə bir adam 100 kilo götürmək iqtidarındadırsa, 50 kilo götürüb güvənə bilməz. Və yaxud 100 kilo götürüb deyə bilməz, yox, bunu mən götürə bilməzdim bu yükü. Mən artıq enerji sərf eləmişim, xeyr. Allah deyir, artıq enerji sərf eləməmsən. Elə o enerjini sənin vücudunda qərar vermişəm. Bəs innə fi zəlikə lə ayatin liqavmin yətəfəkkərun. İkinci dəfə təkrarlayır. Deyir, bunda, bu məsələni ki, deyildi. Deyir, mənim bu ayəmdə, bu göstərişimdə bir nişanə var. Amma kimin üçün? Liqavmin yətəfəkkərun. O insanlar üçün ki, onlar düşüncə sahiblərdir. Onlar düşünürlər. Həyat düşüncə üzərində olmalıdır. Həzrəti Əli əleyhissalam buyurur, cihadul mər'i hifz-i hududul vətən. Buyurur, kişinin cihadı odur ki, vətənin sərhədlərini qorusun. Amma buyurur, hifz-i qadının cihadı, cihadul mər'ə hifz-i hududul ailə. Ailənin sərhədlərini qorumaqdır. Bəs kişinin vəzifəsi nədir? Ölkənin əmin-amallığını təmin eləməlidir. Döyüşməlidir, ölməlidir, öldürməlidir. Sərhədlərdə bu kişinin işidir. Amma qadının işi nədir? Ailənin sərhədlərini qoruyub saxlamalıdır. İndi sadə gəlməsin ha. Çox hallarda düşmən ölkənin coğrafi sərhədlərindən nüfuz eləməyə qorxur, güc satmır. Birinci hansı sərhədlərə nüfuz eləyir? Ailə sərhədlərinə. O ölkədə ki, ailə sərhədləri pozulub, artıq coğrafi sərhədlərin heç qorxusu yoxdur. Əxlaqsızlıq baş alıb gedirsə, elə onun istər zabitinə, istər əsgərinə, istər hansı bir rütbədə olursa olsun, yüksək məbləğdə bir məvacib təklif olunursa, o aldanacaq da. İndi o istisnai adamdır ki, məsələn, o məvacibin qarşısında doğrudan da nəfsin boğa, razılaşmaya, nə eləməyə, yox. Bu qədər dünyada qaçaqmalçılıq gəzir. Bunları kimlər eləyir? İmanlılar eləyir. Var da, indi ha desinlər, yox, bu cinayətdir, bu nədir? Var da var, bunları kimlərsə eləyir də. Bunları elə bu vətəndaşlar eləyir də. Bəs ailə hüdudlarının qorunması
dövlətin sərhəddindən önəmlidir. Dövlət sərhədinə gözətçilər hardan gedir? Ailədən gedir. İmam Hüseyin əleyhissalamın bu sözün xatırıza sallam. O ki, imama müəyyən təkliflər olundu. Gəl, Yəmənə get, filan yerə, bu qoşunun əli çatmasın, Yazidin əli çatmasın. İmam orada nə buyurdu? Xatırıza dostuz. Kiminsə yadındadır. İmam nə dedi onlara? Dedi, mümkündür sizin fikriniz, sizin bu təklifiniz özü üçün hansısa bir məntiqə əsaslana. Amma mən Zəhra tərbiyəsi görmüşəm. Anam məni belə öyrətməyib. Düşmənin qabağından qaçın. Anam məni belə öyrətməyib. Bax, indi fərz eləyir, mümkündür sual olar ki, İmam Hüseyin əleyhissalam Əli kimi pəhləvanın oğlu idi. Ki buyururdu, Vəllah, ləvd həzahərətil ərəb və ma vəlləyt. Dedi, Allaha and olsun, bütün ərəb yığıla, hamısı diyana, tək mənim üstümə gələ, bir yerdə diyana, hücum çəkələrim mənə. And olsun Allaha dönüb qaçmaram. Tək döyüşərəm bütün ərəblə. O kişinin oğuldur. Demir, atam mənə bu fədakarlığı öyrədib belə, yox, anam. Tərbiyə analıqdır. Yəni, onlar bilir nə deyir. Tərbiyə analıqdır. Və bu sözü dediyim bir düşünün. Bugünkü dünyanın vəziyyəti haqqında. Libas bazarına girməli deyil. Qadını əşyadan da ucuz eləyiblər. Nə hala salıblar? Niyə? Məqsəd nədir? Bir evdə ki, ana əxlaqsızdırsa, Allah göstərməsin. Daha heç nədən danışmağa dəyməz. Bitdi. O ailənin fatihəsi bitdi. Oxundu. Ona görə Peyğəmbərimiz buyurub, Tələbül elmi fərizətun əla kulli muslimə. Buyurub, elmi tələb eləmək vacibdir. Bütün müsəlman kişiyə və müsəlman qadına. Yəni, müsəlman qadını, müsəlman anası savadlı olmalıdır, zəngin olmalıdır. Elmi, mədəniyyəti zəngin olmalıdır. Əxlaqı, təlim tərbiyəsi zəngin olmalıdır. Savad deyiləndə məqsəd budur ki, geçsin alim məktəbi 600 bal yıxsın, qutarsın, gəlsin. Yox, o öz yerində yaxşıdır, müsbətdir. Amma məqsəd budur ki, bir qadın ailə, ictimai hüquqların bilməlidir. Əxlaq qanun qaydasını, təlim, tərbiyə qanun qaydasını. Bunları bilməlidir. 600 yox, 700 bal da toplasa, əgər tərbiyəsi olmasa, onun heç faydası yoxdur. İstər kişi, istər qadın. Müəllim necə? Müəllim elmi öyrədəndir. Amma müəllimin tərbiyəsi olmasa, onun öyrətdiyi elm də vəbal gətirər. Fayda verməz, ziyan verər. Bəs təlim, tərbiyə bircə olmalıdır. Bəs qadın savadlanmalıdır, maariflənməlidir. Özünün ictimai, əxlaqi, İslami qanun qaydalarını bilməlidir. Özünün ailəsinin qarşısında, özünün cəmiyyət qarşısında, özünün uşağı qarşısında, övladı qarşısında hansı hüquqlara malik olub olmamadığını qadın bilməlidir. Ona görə Peyğəmbərimiz buyurur, savadlanın. Mən savadlı cəmiyyət istəyirəm. Və Həzrətin o kəlamını eşitmişsiniz. Məscidə daxil oldu, gördü 2 dəstə məsciddə adam var. Bir dəstə namaz qılır, bir dəstə elmlə mübahisə edir. Elmi mübahisə araşdırır. Həzrət bir ləhzə dayandı, buyurdu ki, namaz qılırlar. Buyurdu, yaxşı iş görürlər bunlar, namaz qılırlar, ibadət edirlər. Amma mən bu biri dəstək üçün gəlmişəm. Elmi araşdıranların. Mən elm adamıyım, namaz yox. Namaz da yaxşıdır, əsas elmdir. Namazın həqiqi xasiyyəti o zaman dərk edilir ki, savadlı, elmli namaz ola. Həzrəti Peyğəmbər əleyhissalam buyurdu ki, qadının ləyaqət göstəricisidir öz ailəsinin, kişinin, hətta o sərt əxlaqın təhəmmül eləyə.
qadının ləyaqət nişanıdır. Yəni, ailə rəhmət ocağıdır. Bu rəhmət ocağın qadın qoruyub saxlamalıdır. Bu qadının hünəridir. Və bu istedad, bu bacarıq var. Allah qadına 10 bərabər kişidən artıq səbr eləmək qüdrəti verib. 10 dəfə kişidən artıq səbr elə bilir. 10 dəfə kişidən artıq məhəbbət, duyğu, mehir veribdir. Biz Allah bilirdə nə işinir? Əgər bir qadın dözümsüzlük göstərirsə, yox, kişi belə danışdı, elə dedi, belə, bunlar hamısı bəhanələrdir. Və ailə bilməlidir. Bu rəhmət ocağı bir dəfə qurulur. O məlum deyil, dağılandan sonra ikinci dəfə və çox ailələr də görülübdir, bu rəhmət ocağını dağıdıblar, ikinci dəfə müvəffəq olmayıblar. Ömrü boyu elə bax, gah ailə qrup boşanıb, daimən sərgərdan qalıbdır. Ona görə birinci ki, insan sevdi, istədi, axtardı, öyrəndi, bir ailə qurdu, eyb yoxdur, hərənin özünə görə bir problemi var. Hərənin bir qüsuru var da, o qüsuru islah eləmək olar. Bir dənə qüsura görə bu rəhmət ocağını dağıtmaq olmaz. Çox təəssüflər olsun. Bugün ən çox problem bizdə boşanma problemidir. Bütün dünyada olduğu kimi. Bu bir dünyəvi xəstəlikdir. Artıq bizim cəmiyyətimizə də görürük ki, bu nüfuz eləyibdir. Bəhanədir. Sözün soruşurlar, nədir problem? Deyir, ağzını danışığını bilmir. Kişiyə deyir, bu nədir? Deyir, özün çox qürurludur. Yaxşı insandır da, ikisinin də başı var, ağlı var da. Bu həmişə belə getməyəcək ki, tədricən bunu islah eləmiyorlar. Ayrılacağın nə olacaq? Gedib İmamzadə tapacaq, tapdığı nə olacaq? O, bir, deməli, bir tələbə, ruhani, gedir, biraz vasvaslıq eləyir, gedir, bir dənə müştehid qızı alır. Bu müştehid qızı da, özü də tələbiymiş, özü də dərs oxuyurmuş. Bu elə fikirləşir ki, da mənim elə bütün problemlərim həll oldu. Da bu hər şeyi bilir. Dərsdən gəlir evə, yemək yoxdur. Səhər durur, paltar yolmayıb. Bir gün, 2 gün, 3 gün. Axır bir dəfə buna deyir, ay xanım, da indi bağışda girən sən xanımsan, mən də kişiyəm, mən indi axı dədədən, babadan belə görmüş, bu yemək sənindir, təmizliyib paltar sənindir. Deyir, bağışda girən, sən də tələbəsən, mən də. Hər kəsin xahiş ederim, özü görsün. Bu, biraz da təhəmmül, dözür, 5 gün, 10 gün, 15 gün, axır bir gündə təhəmmülü qutarır. Götürür çubuğunu, bağlayır qapını, deyir, bağışda. İndi burada ya sənə verən Allah ya mənə, da mənim bura yığıldı. Bunu qəşəngizini kötəkləyir, basır qapını, deyir, indi get. Bağışda, mənə belə şey lazımdır. Mən xanım aldım da, özümə bir başıma bəbal almadım ki. Xanım azıq eləyir, durur dədəsiyəmə. Bala, nədir, deyir, hal qəzi. Deyir, bala, axı sən qızsan, qadının işi budur. Sən öz işi görməmişsən, durub azıq dur ya. Götürür qızınla, indi bir gün, 2 gün biraz əsəbi soyuyur, götürür, gəlir. Deyir, belə eləmə başa salır. Sən öz işi özün görməlisən. Yəni, həqiqi mənada, bəzən adam var, çox vasvaslı. Deyir, yox, mən elə bir qız alacam ki, çox namaz qılan olsun. Onun problemi yoxdur, yox. Bunlar o bəzi göstəricilərə allanmaq olmaz. Ağlına, fəhminə, düşüncəsinə, normal düşüncəli insandır, yox. Biz heç vaxt insan axtarmamalıdır, mən tam kamil bir insan, yox. O, xüsusi istisnai adamlardır, xanım Zəhradır, xanım Zeynəb, onlar istisnai adamlardır. Amma qaldıq cəmiyyətdə, bəs sözümün canı nədir? Ailə rəhmətdir. Bu rəhmətdə məhəbbət olmalıdır. Ailə bir-birinə məhəbbət eləməlidir. O, bir söz var, deyir, məhəbbətdən tikan da gülə dönür. Tikana məhəbbət eləsin, dönür gül olar. Bunu kim eləməlidir? Bu məhəbbət 10 bərabər qadının vücudundadır. Bunu qadın eləməlidir. Amma görürsən, bəzən papa uşağıdır, mama uşağıdır, deyir, yox, mənə papa belə deməyib. Bu nədir, bu oğlan avaranın biridir ki? O da avaranın biridir, gəlməmiş bilərdir. Amma da gəlmirsən, sən bunu yola verməlisən. Bunu islah eləməlisən. Və bu qabiliyyət də vardır. Odur ki, bəs
bəzi vaxtı insanları nə alladır? Əxlaq alimlərinin gözəl tövsiyələri var. Deyir, istər kişi olsun, istər qadın. Bəzi vaxtı insan öz içərisində bir dənə büt düzəldir özünə. Məsələn, kişidir, onun nəzərində imkanatı, bundan sonra, nə bilim, ictimai nüfuzu, vəzifəsi, müəyyən şeylərdə imtiyazlar. Bunları özü üçün büt düzəldir. Ki, bax, bu mənim var, onunla güvənir. Amma bir müddət keçəndən sonra, həmən o düzəltdiyi büt ki, güc idi, qüdrət idi, o qüdrət, baxıraq, yoxa bir şey deyilmiş. Məndən qüdrətçinin qarşısında mən sındım. O bütün sındırır atır ayına. Deyir, bu bir şey deyilmiş. Qaldı ikinci bir, nədir? Nüfuz. Mənim nüfuzum var, cəmiyyətdə adım sanım var. Bir gün görsən, elə bir imtihan yaranır, görürək, yox, bu nüfuz da bir şey deyilmiş. Nüfuz bütün sındırır, onu da atır ayına. Bir dənə özü düzəldir, özü də sındırır. Bir də baxır ki, əcaba ömrüm bitib ki, artıq qocalmışam mən. Bir ömür mən bu bütlə fərəhlənmişəm ki, mənim gücüm var, mənim pulum var, mənim vəzifəm var. Axırda hamısı getdi ki, heç sinə, bir dəri bir sümük, bir özüm, heç sinə qaldı. Hamısı getdi. Onda başa düşür ki, əcaba mən düz yaşamamışam. Bir ömür elə bütpərəst olmuşam. Axı, Quran demişdi, Rabbuna Allah deyin. Deyin, bizim Rəbbimiz Allahdır. Ondan qalan hər nəyə güvənirəmsə bitdi. Kullu ma şəğləkə ən Rəbbik və hava sənəmuk. Əleyhissalam buyurur, səni Allahdan ayıran hər nə varsa o sənin bütündür. Heç nəyə güvənmə. Eləcə də qadın bəzən öz gözəlliyinə güvənir, öz atasının adına sanılan, qohum əqrabasının böyüklüyünə və eləxir və s. Ki, mən filan tayfadanam, filan qızam, filan gözəlliyim, filan nə bilim, təhsilim, filan. Bunlar hamısı bütlərdir, özünün düzəltdiyi bütlərdir. Amma birdən tədricən elə məqam gəlir, görür tayfa, qohum əqraba, hamısının öz ailəsi, öz işi, öz gücü. Ata, ana, hamısı, qardaş, hamısı getdi, mən qaldım ortada. Onda baxır ki, əcəba, mən heç kim imişəm ha. O bütlər ki, fərz eləmişdim, düzəltmişdim, hamısı sındı. Bir dəri, bir sümük qaldım. Artıq mən heç kimə lazım olmadım. Sanki artıq bir adama çevrilir insan. Onda başa düşür, mən düz yaşamamışam. Ona görə Qur'anımız, Peyğəmbərimiz, imamımız deyir, əvvəlcədən işini möhkəm tut. Real yaşa, real. Sən bunu bil, nəyəsə qadirsən. Sən insan kimi yaşamaq qadirsən. Çətinliklərə sinə gəlməlisən, dözməlisən. Məgər bizim ulu babalarımız, nənələrimiz rahat yaşayıblar, kondisioneri var idi, otoplenisi var idi, gecə uşaq ağlayanda görürdün, nəfəsi ilə üfürüb, sütü qızdırıb uşağa verirdi. Amma onlar özdə evdən istədən uşaq, 10-12 dənə. İndi bir dənə 2 dənə uşaqdır, otoplenni var, qaz var, hamısı. Yəni, indiki inanın bir çox problemlərin kökü insanın özündədir. Problem özündədir, öz içindən qaynaqlanır. Şəxsiyyətindədir problem, böhran öz içindədir, öz şəxsiyyətindədir. Ona görə insan baxdı ki, mən hansı problemlə rastlaşıram, bir özünə baxsın. Görsün hələ bu ümumiyyətlə problemdir, ya mən bunu problem görürəm. Bu qara çıxın çıxardım gözümdən, görüm hələ bu nədir? Ağdı ya qara deyil, hər şey qara görürəm mən. Bax, düzgün baxış düzəlsə, məsələyə düzgün yanaşmaq. Ondan sonra baxır ki, məsələnin problemi mən yaratmışam, ya başqaları yaradıb. Yaxşı, başqaları yaradıb, mən bunu islah etmək iqtidarında deyiləmmi? İnanın, insan islah eləyə bilər. Eləyə bilər. Və Allahdan o arzumuz vardı ki, Allah özü agahlık versin. Bir sıra əxlaqsızlıq, bir sıra imansızlıq, dinsizlik problemləri tədricən yaranır, dünyada yaranır və bizdə də cəmiyyətdə yaranır. Allah özü bunları sahmana salsın və bunu həmişə yadımızda saxlayaq. Həmişə, hər hansı bir sahədə problemimiz varsa, deməli, həman sahədə din zəifləyib. Din sərhəddir,
Əxlaq sərhəddir. Din elə bir şey, elə bir qüvvədir ki, hər bir sahədə onun planı var. Hər bir sahədə qüsur yarandı, problem yarandı, bilək o sahədə dinimiz zəifləyib, əqidəmiz zəifləyib. Bəs dinimizi gücləndirmək lazımdır. Allah and verək izzət əzəmətin. Allah İmam Zaman Aleyhisselamın zuhurunu təcil eləsin, günahlarımızı bağışlasın, aqibətimizi xətmi xeyr eləsin. Sən and veririk Allah öz əzəməti və öz böyüklüyü və ilahi pərverdigarı aləm dünyanın sahibini tez göndər. İslam müsliminə Allah nicat ver. Xəstələrimizə şifaya acil inayət elə.